Necə hər şeyi unudub işə fokuslanabilirsiniz? Sağ ol. Nəsə göstərəcəksiniz mənə? Deyəsən. Bu əşyanı görürsünüz. Çıxardırsınız, açırsınız. Baxırsınız içinə. Davam edin. Yox. Sağ ol. Ona uyğun olaraq. İncə yumoru, dərin düşüncəsi və Azərbaycan kinosuna sonsuz bağlılığı ilə tamaşaçıların rəğbətini qazanan sənətkar Ramiz Fətəliyev 1970-ci illərin əvvəllərində Moskvada ali rejissorluq və ssenaristlər kursunu bitirən Ramiz Fətəliyev həmin dövrdən etibarən yaradıcılığını Azərbaycan kinematografiyasına həsr edib. O, Azərbaycan Film Kinostudiyasının ssenari redaksiya kollegiyasının üzvü kimi fəaliyyət göstərərək milli kinomuzun inkişafına mühüm töhfələr verib. Uzun illər Azərbaycan Film Kinostudiyasında baş redaktor vəzifəsində çalışan Ramiz Fətəliyev bir sıra yadda qalan filmlərin ssenari müəllifi olub. Onun yaradıcılığında Yaramaz, Sizi Dünyalar qədər sevirdim kimi ekran əsərləri xüsusi yer tutur. Sonralar rejissor kimi də fəaliyyət göstərən sənətkar Hökümdarın Taleyi, Bir Anın Həqiqəti, Məhəllə kimi bədii televiziya filmlərinə quruluş verib. Məhəllə filmi eyni zamanda xalq artisti Nəsibə Zeynalovanın çəkildiyi son ekran əsəri kimi yadda qalıb. Kinostudiyanın direktoru olduğu illərdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrin, xüsusilə 20 yanvar faciəsi və Xocalı soyqırımının lentə alınmasında, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ramiz Fətəliyevin müstəsna xidmətləri olub. Orada gələndə poçtadır, telegrafdır, televiziyadır. Özdə televiziyada hamı bilir də o patlatmışlar o enerji bloku. Sonra o idarə etmə müəssisələr, bunların hamısını aldılar. Kinostudiyasından çıxdı. Bizi saymırdılar, əlbət, bir müəssisə kimi. Amma burada aparatlar, burada pirotexnik çıx, burada laboratoriya, planka, proyevka plandır. Bunların hamısını niyəsə nəzərə almamışlar və biz bundan nə cür lazımdır, yəni nə cür bacarırdıq, bizim də təcrübəmiz yox idi. Nə cür bacarırdıq, bundan istifadə elədik. Kinematografçılar İttifaqının Milli Kino mükafatına layiq görülən, şöhrət ordeni ilə təltif olunan xalq artisti Ramiz Fətəliyev 80 yaşını qeyd edir. Ömrünü Azərbaycan kinosunun inkişafına həsr edən sənətkarı bu əlamətlər yubiley münasibəti ilə təbrik edirik və yeni yaradıcılıq uğurları arzulayırıq.